Həqiqətən biz onu Qədr gecəsində nazil etdik. Və burada nəzərdə tutulan, yəni inna ənzəlnəhu, yəni həqiqətən biz onu, yəni nəzərdə tutulan Qur'andır. Həqiqətən biz onu Qədr gecəsində nazil etdik. Və uca Allah başqa ayədə buyurur ki, Duxan surəsi 3-cü ayədə İnna ənzəlnəhu fi leylətin mübarəkə. Həqiqətən biz onu mübarək bir ayda nazil etdik. Və bu ayə göstərir ki, Qədr gecəsi bərəkətli aydır. Çünki birinci ayədə Allah Azze və Cəllə buyurur Leylətül Qadr və sonra buyurur ki, Leylətin mübarəkə, mübarək bir gecədən. Və başqa ayədə Allah Azze və Cəllə buyurur Şəhru Ramadanəl-ləzi unzilə fihil Qur'an. Ramazan o aydır ki, Qur'an o ayda nazil edilir. Və bu ayə dəlildir ki, Qədr gecəsi Ramazan ayındadır. Çünki birinci qeyd etdiyim ayədə bizə bəlli olur ki, Qur'an Qədr gecəsində nazil olub və bu qeyd etdiyim ayədə ki, Qur'an Ramazan ayında nazil olub, bu da dəlildir ki, o Qədr gecəsi Ramazan ayındadır. Və Qur'anın nazil olması iki növdür. Yəni, biz deyəndə ki, Qur'an Qədr gecəsində nazil olub, bu nə mənaya gəlir? Bunun iki mənası var. Birincisi, İbn Abbasdan gələn rəvayətdir, radiyallahu anhümə. Buyurur ki, Qur'an tam, kamil bir kitab şəklində bir dəfəliyinə lövh məhfuzdan ayrılıb yer üzərinin səmasına nazil oldu, Qədr gecəsində. Bu elə bil ki, Qur'anın kamil bir kitab şəklində nazil olmasıdır. Lövh məhfuz bütün məxluqatın qədərinin yazıldığı kitabdır. Allah Azze və Cəllə kainatı yaratmamışdan 50 min il öncə yaratdı qələmi və Allah-u Teala'nın yaratdığı ilk şey nədir? Bəzi alimlər buyurub ki, qələm və bəzilər buyurub ki, ərş. Və səhi olan, inşallah, doğrusunu Allah bilir, odur ki, ərşdir. Allah Azze və Cəllə yaratdı qələmi və qələmə əmr etdi ki, qiyamətəcən olacaq hər şeyi yaz. Qələm yazırdı və yazısı nur idi. Və Allahın ərşi də suyun üzərində idi. Və o yazdığı kitab lövh məhfuzdur. Qorunmuş kitab. Və təbii ki, o qələm qiyamətəcən olacaq hər şey yazanda Tövrat, İncil, Zəbur, Qur'an, İbrahimin səhifələri hamısı orada yazılmışdır. Və İbn Abbas deyir ki, Qədr gecəsində Qur'an o lövh məhfuzdan ayrılıb yer üzərinin səmasına inir. Yəni, qeyb aləmindən mələklər aləminə inir. Bu, Qur'anın birinci nazil olmasıdır, kitab şəklində. Və ikinci nazil olması İmam Şabi Rahməullahdan gəlir ki, buyurur, Qur'anın nazil olması da Qədr gecəsində başlayıb. Deməli, Qur'anın iki cür nazil olması var. Yəni, İnnə ənzəlnəhu fi leylətil qadr. Biz onu Qədr gecəsində nazil etdik. Yəni, Qur'anı tam kitab şəklində qeyb aləmindən, lövh məhfuzdan çıxarıb, yer üzərinin səmasına, mələklər aləminə indirdik. Bu bir. Və bu olub Qədr gecəsində. İkinci, Qur'anın Peyğəmbər sallallahu aleyhi və səlləmə nazil olması ki var, o başlanğıc da, ilk ayə də Qədr gecəsində nazil oldu. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ümumiyyətlə hətta 40 yaşından qabaq da hər il Ramazan ayında xüsusən bu Məkkədə dağ var, Nur dağı, orada mağara var, Hira mağarası. Girərdi Hira mağarasına və başlayardı Allah Azze və Cəllə ibadət eləməyə. Və Peyğəmbər deyildi. Və ibadəti də Allahın məxluqatı üzərində təfəkkür eləyirdi, düşünürdü kainat barədə və həmçinin Məkkə əhlinin halı barədə ki, bunlar niyə bu cür daşlara, ağaclara ibadət edirlər? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbərliyindən qabaq da bütlərə ibadətdən qorunmuşdur. Heç vaxt bütə ibadət eləməyib. Və 40 yaşı olanda da gəlir Nur dağına, mağarada ibadət edəndə Cəbrail əleyhissalamın səsini eşidir. Və ilk dəfə idi ki, mələk səsi eşidirdi. Və Cəbrail ona əmr eləyir ki, iqra, oxu. Və təbii ki, mələyin vəhi
Onun səsi, yəni bizim bu cür danışmağımız kimi deyil. Fərqli bir şeydir və ağır bir şeydir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm heç nə demir. Və hətta mələk tutur və Cəbrail öz şəklində olmur. Çünki Cəbrail əzəmətli mələklərdəndir. Başqa mələyin şəklində olur, mağaranın içində. Və ikinci dəfə əmr eləyir ki, iqra, oxu. Və onda Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən oxumaq bacarmıram. Və Cəbrail fikir vermir. Yenə də əmr eləyir ki, təkidlə iqra, oxu. Onda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, axı mən nəyi oxuyum? Onda Qur'anın ilk ayələri nazil edir. Cəbrail deyir ki, iqra, bismi rabbikəl-ləzi xalaq, xalaqəl insənə min alaq, iqra və rabbukəl-əkramull-ləzi alləmə bil-qələm, alləməl insənə mə ləm ya'ləm. Alaq surasının ilk 5 ayəsi. Oxu, səni yaradan Rabbinin adına. O Rabbinin ki, kərəm sahibidir. Və insanı qan pıxtısından xəlq edib. Ona bilmədiklərini öyrədib. Alləmə bil-qələm. Hətta qələmlə davranmağı da. Və bu Qur'anın ilk ayələri idi. Və ilk dəfə idi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm yəni vəhiy ilə qarşılaşırdı. Və təmiz başqa bir ab-ı havada idi. Və tez çıxır mağaradan, düz qaçır evinə doğru. O həyəcanla və evinə doğru gedəndə bütün üfüqdə Cəbraili görür. Öz şəklində, 600 qanadla. Yəni, hara baxırdısa onu görürdü. Heç nə görmürdü başqa. Və Cəbrail deyirdi ki, ənən Cibril və əntə Rasulullah. Mən Cəbrailam və sənsə Allahın Rasulü. Hara baxırdı, bütün üfüqdə Cəbraili görürdü. Və gedir evinə və bu Qədr gecəsində olur. Yəni, Qur'anın ilk nazil olduğu ayə də həmçinin Qədr gecəsində olur. Və Xədicə anamız açır, Peyğəmbər sallallahu aleyhi ve sellem əmr edir ki, bir şeyini üstümü ört. Və Allah Rasulunun üstünü örtürlər və o həyəcandan başlayır titrəməyə, örtüyün altından. Və bu hal ondan keçməmiş, Cəbrail aleyhissalam gəlir və Qur'anın ikinci ayələrini nazil edir. Yə əyyuhəl müddəthir, qum fəənzir, və rabbəkə fəkəbbir, və thiyəbəkə fətahhir, və rüczə fəhcur, və lə təmnun təstəkfir, və li rabbikə fəsbir. Yə əyyuhəl müddəthir, ey örtüyünə bürünən, qum, qalx, fəənzir, insanları xəbərdarlıq elə. Və thiyəbəkə fətahhir, paltarını çirkinliklərdən təmizlə. Və li rabbikə fəsbir, Rəbbin üçün səbr et və Rəbbinin adını uca tut. Yəni, ayə fikir versən, artıq Cəbrail ona nə əmr edir? Yə əyyuhəl müddəssir, ey örtüyünə bürünmüş insan, qum, qalx. Yəni, yatmaq vaxtı deyil, fəənzir, artıq xəbərdarlıq elə. Və bu ayə nazil olandan sonra, ona görə bəzi alimlər deyir ki, İqra bismi rabbikəlləzi xalaq ayəsi nazil olanda sanki Peyğəmbərə nübüvvət verilmişdi. Yə əyyuhəl müddəffir ayəsi nazil olması ilə ona risalət verildi. Yəni, Nəbi və Rəsul. Çünki bəzi alimlər o qənaətdədir ki, Nəbi ilə Rəsul arasında fərq odur ki, Nəbi asi qövmə göndərilir, Rəsul müşrik qövmə. Bu heç. Və bəzi alimlər bu qənaətdədir ki, Nəbi o Peyğəmbərdir ki, müstəqil şəriətlə gəlmir. Özündən əvvəlki Peyğəmbərlərin şəriətini gətirir. Ona görə Şeyx Muhammed ibn Abdülvahhab da bu rəydədir. Ona görə kitabların birində buyurur ki, İqra bismi rabbikəlləzi xalaq ayəsi nazil olanda Allah Rasuluna nəbilik verilmişdi. Hələm əmr edilməmişdi ona ki, dəvət eləyəsən. O zaman ki, qum fəənzir əmri gəldi, o artıq risalət, yəni Rasulluq dərəcəsinə çatdı. Bəli. Və hətta bəzi alimlər buyurur ki, və bu ayələrdən sonra nazil olan ayə Fatihə surası olur. Və beləcə Qur'an müəyyən səbəblərə görə 23 ilə nazil olurdu. Yəni, müəyyən səbəblərə görə Qur'an ayələri başlayırdı nazil olurdu. Və qayaqla dediyim kimi, yəni də təkrarlayıram, vəhiy bir insanın bir insanla danışdığı kimi deyil. Hətta bəzən soyuq qış vaxtlarında Peyğəmbər sallallahu aleyhi və səlləmə vəhiy gələndə vəhyin təsirindən o qış vaxtı tərliyərdi. Dəvə üzərində vəh gəlirdi,
o vəhyin ağırlığından dəvə çökürdü. Yəni, bu cür vəhy ağır idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin də sahabələr içərisində Qur'anı yazan katiblər var idi və o katiblərə əmr eləyirdi ayələr nazil olduqca onları yazmalı. Abu Bakr, Ömər, Osman, Ali, Zeyd ibn Sabit, Ubey ibn Ka'b, Abdullah ibn Məsud, Muafiyə ibn Əbi Sufyan və qeyrləri Peyğəmbər sallallahu aleyhi və səlləmin, yəni Qur'anın katibliyini eləmiş sahabilərdəndir. Və ayələr də müəyyən səbəblərə görə nazil olurdu. Məsələn, bir müddət Peyğəmbər sallallahu aleyhi və səlləmə vəhy kəsilmişdi, artıq müşriklər başlamışdılar ki, istehza eləməyə. Rəbbin səni tərk eləyib, Rəbbinin səndən zəhləsi gedib, başlayırdılar istehza eləməyə. Və bu istehzalar ərəfəsində ayə nazil olur ki, وَالضُّحَا وَالْلَيْلِ إِذَا سَجَى مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى. And olsun durulan səhərə və qatılaşan gecəyə ki, Rəbbin səni tərk eləməyib, səndən zəhləsi getməyib. Yəni, müəyyən səbəblərə görə və ya vəhyin təzə nazil olduğu anlar idi, Cəbrail vəhiy gətirəndə, Peyğəmbər sallallahu aleyhi və səlləm vəhiy yaddan çıxmasın deyənə, Cəbrailin gətirdiyi ayələri dilinin altında pıçıldayırdı. Və Cəbrail o vəhiy bitirib-bitirməz Qiyamə surəsindəki bu ayələri nazilləyir ki, ey Muhammed, Cəbrail sənə vəhiy gətirəndə o yadından çıxmasın deyənə dilinin altında pıçıldama. Onu sənin qəlbinə yerləşdirib dilindən çıxarmaq bizə aiddir. Və məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm dəvətlə məşğul olanda, Məkkə müşriklərin dəvət eləyəndə, kör sahabə Abdullah ibn Ummu Maktum kör olur. O da bilmir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dəvətdədir. Və gəlir, deyir ki, ya Muhammed, Allahın sənə öyrətdiyindən məni də öyrət. Və Allah Rasulullah bilmir bunun körluğunu və dəvət eləyir və o da mane olur. Və üzünü turşudur. Və ayə nazil olur ki, Əbəsə və təvəllə ən cəəhul ə'mə və mə yudrikə ləalləhu yəzəkkə. Üzünü turşutdu, qaşqabağını çatdı, bir kör kimsə gələn zaman yanına. Nə bilirsən, bəlkə o təmizlənəcəkdir. Və ya sahabələrdən bir kimsə Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında səsini Allah Rasulunun səsindən yuxarı qaldıranda ayə nazil olmuşdur ki, ya eyyuhəl-ləzīnə əmənu lə tərfa'u əsvatakum fəvqə savtin nəbi. Ey iman edənlər, səsinizi Allah Rasulunun səsindən yuxarı qaldırmayın. Və bunlar hamısı tərbiyə idi. Və bu hamısı həmçinin sahabələrin fəzilətini dəllidir. Bir anlıq insan təsəvvür eləsin ki, məsələn, qardaş ana atasının tərbiyəsi ilə böyüyüb və ya Abu Bakr məscidinin tərbiyəsi ilə böyüyüb və ya mühitində olan sələfi qardaşların tərbiyəsi ilə böyüyüb. Sahabələr nə ilə böyüyüb? Allah Azza və Cəllənin vəhyinin tərbiyəsi ilə. Yəni, sahabə artıq hərəkət eləyə bilmirdi. Mən danışmıram günahdan. Fəqət Allah Rasulunun səsindən yuxarı səs qaldırdı, ayə nazil oldu ki, qaldırma. Yəni, Allah Azza və Cəllə qoymurdu ki, o cızıqdan kənara çıxsınlar. Saxlamışdı onları və 23 ilə vəhy ilə tərbiyələnən bir cəmiyyət idi. Və xülasə, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında bu Qur'an ayələri nazil olduqca yazılırdı. Və mən bunu danışıram nə üçün? Çünki Ramazan ayı deyəndə Qədr gecəsi yada düşür. Və Qədr gecəsi deyəndə yada düşür Qur'an. Və bilirik ki, Qur'an bu ayda nazil olur və Qur'an ayıdır. Fəqət müsəlmanların çoxusu Qur'an barədə qafildirlər. Bu həqiqətdir, vallahi. Çoxusu bilmir Qur'an necə nazil olub, necə yazılıb, Abu Bakrın zamanında, Osmanın zamanında necə toplanıb və 10 və ya 20 qirayət vasitəsilə bizə necə gəlib, çatıb və sonra çaplara verilib. Və biz Qur'an barədə, Allahın kitabı barədə cahilik. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında hər nazil olan ayə yazılırdı. Fəqət necə? Məsələn, biz bugün Qur'anı açırıq, Fatihə surəsidir. Amma ilk nazil olan ayə İqra bismi rabbikəl-ləzi xalaq, Aləq surəsidir. Və o ayədən sonra nazil olan ayə Ya eyyuhəl muddəssir, Muddəssir surəsindədir. Biz belə düşünürük ki, gərək Ya eyyuhəl muddəssir, İqra bismi rabbikəl-ləzi xalaq ayəsindən sonra mı olmalıydı? Yox. Yaxşı, bu tərtibatı kim düzüb? Peyğəmbər sallallahu aleyhi və səlləm. Yəni, hər ayə nazil olanda, ayələr nazil olduğu kimi sıralanmırdı. Fəqət Peyğəmbər sallallahu aleyhi və səlləm buyururdu ki, bu ayəni
bu surədə filan ayədən sonraya qoy. Bu ayəni bu surədə filan ayədən sonraya qoy. Ona görə ayələrin tərtibatı istihadi deyil, vəhy ilədir. Amma surələrin tərtibatı sahabələrin istihadı ilədir. Yəni, məsələn, bugün əlimizdəki Qur'an, Osmanın müshəfi ki var, o Fatihədən başlayır, böyük surələr ilə kiçik surələr doğru gelir. Bu sahabələrin istihadıdır. Yəni, birdən namazda, məsələn, mən birinci Nəs surəsini oxusam və sonra Fələq surəsini oxusam, yəni, müshəfdə olan o tərtibata riayət etməyib, pozsam, namazım səhihdir, yox. Namaz səhihdir. Niyə? Çünki surələrin tərtibatı vəhy ilə deyil, istihadidir. Amma ayələrin tərtibi vəhy ilədir. Yəni, məsələn, mən namazda oxusam Ər-Rahmanir-Rahim, sonra Elhamdülillahi Rabbil Alemin, ibadət batildir. Çünki ayələrdəki tərtibat Peyğəmbər sallallahu aleyhi və səlləmin əmri ilə olur və vəhy ilədir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin yəni, sağlığında Qur'an kamil şəkildə yazılmışdır. Fəqət fərq onda idi ki, yazılı materiallar ki var idi, o materiallar bir yerə toplanmamışdı. Papirus üzərində, dəri üzərində, taxta üzərində, onlar bir araya toplanmamışdı. Məsələn, bir surə bir sahabənin evində idi, başqa bir surə, başqa bir sahabənin evində. Qur'an yazılı şəkildə kamil var idi, fəqət dağınıq idi. Və o zaman da əslində yazıya fikir vermirdilər. Ərəblərdə hifz güclü idi və Qur'anı əzbər bilən yüzlərlə sahabə var idi. Və Əbu Bakır radiyallahu anhının zamanında Əbu Bakır Qur'anı cəm edir. Biz deyirik ki, Osman da cəm edir. Bəs Əbu Bakır ilə Osmanın Qur'anı cəm etməsi arasında fərq nədir? Fərq odur ki, Əbu Bakır radiyallahu anhu öz zamanında Qur'anı cəm eləyəndə o yazılı nüsxələr ki var idi, onları toplamışdı. Toplayıb bir, belə deyək də, evində bir küncdə qala şəklində qoymuşdu. Bu əslində Qur'anın cəmi sayılır? Sayılır. Yəni, hamı deyir ki, bu Qur'andır. Mushaf şəklində deyildir. Və Əbu Bakır vəfat eləyəndən sonra o keçdi Ömərə. Ömər vəfat eləyəndən sonra qızı Hafsaya. Və sonra Osman radiyallahu anhun zamanında, xilafəti zamanında belə bir hadisə olur. Bu hadisə də Azərbaycanda olur. Bunu nəql edənlərdən də biri İmam Buxaridir. Sahabələr və tabiinlər, İslam ordusu bu torpaqlara fəth eləmək üçün gəlir. Və başçılar da Huzeyf ibn Yəmən olur. Və burada ixtilaf düşür ərəblər arasında, müsəlman orduda, Küfə əhli ilə Bəsrə əhli arasında və başqa cəmaatlar ilə Quran qirayətlərində ixtilaflar olur. Və Quran da 7 hərf üzərindən nazil olur. Məsələn, 7 hərf lor dildədir, yəni 7 ləhcə üzərində. Və bu da Allah Azza və Cəllənin rəhmətindəndir. Ola bilər ki, Yəmənli Qureyşin ləhcəsində oxuya bilmirdi, öz ləhcəsində oxuyurdu. Amma istədiyi kimi yox, Peyğəmbər sallallahu aleyhi və səlləmin öyrətməsi ilə. Və 7 cür, 7 hərf üzrə, 7 ləhcə üzrə Quranın oxunuşu da vəhy ilədir və Allah Rasulunun təlimi ilə olub. Ona görə Ömər ibn Xattab radiyallahu anhu bir gün görür ki, biri namazda Furqan surəsini oxuyur. Və görür ki, başqa cür oxuyur. Əlavələr var, hərəkələrdə və s. Tutur onu və elə zənn edir ki, Qur'ana dəyişiklik edir. Gətirir Allah Rasulunun yanına. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onun qirayətini dinləyir. Deyir ki, bu qirayəti kimdən öyrənmirsən? Deyir, ya Rasulullah, səndən. Ömər ibn Xattaba deyir ki, sən oxu. O da oxuyur fərqli bir tərzdə. Deyir, kimdən öyrənmirsən? Deyir, səndən. Və Allah Rasulullah hər iki qirayətini nə edir? Təqrir edir. Və bu dəlildir ki, Qur'an 7 hərf üzərindən nazil olub. Və bu qirayətlər məsələsində ixtilaflar düşür. Bir səbəb bu olur, Osmanın Quranı cəm eləməsi. İkinci səbəb də o olur ki, hələm Osman radiyallahu anhu Quranı bir mushaf ətrafında cəm etməmişdən qabaq, sahabələrin əlində Quran var idi. Məsələn, Əlinin mushaf var idi, Aişənin mushaf var idi, İbn Abbasın mushaf var idi, Ubey ibn Ka'bın mushaf var idi, Abdullah ibn Məsudun mushafı var idi. Hamısının mushafləri var idi. Fəqət o mushaflərdə ixtilaflar vardı, nə mənada?
Məsələn, sahabələr Qur'anın haşiyəsinə təfsir xarakterli nələrsə yazırdılar. Və bu bəzən onu oxuyanlar tərəfindən elə zənn edilir ki, bu da Qur'andandır. Və ya biz bilirik ki, Qur'anda nəsxin üç növ var. Nəsx, yəni bir şeyin hökmünün pozulması. Onlardan biri hökmün nəsxidir və bir də tilavətin nəsxidir. Hökmün nəsxi odur ki, məsələn, Allah Azze ve Celle buyurur, "La taqrabus salata və antum sukara." Sərxoş olduğunuz halda namaza yaxın durmayın. Təbii ki, bu ayəni insan oxuyanda burada şərabın haramlığına dair heç bir şey yoxdur. Fəqət deyir ki, sərxoş olanda namaza yaxın durma. Bu ayəni nazil olmuşdu və sonra başqa bir ayə gəldi Məidə surasında. Bu ayənin hökmünü neynədir? Ləğv elədi və şərab təmiz haram edildi. Ancaq bir gün biz "La taqrabus salata və antum sukara" ayəsini oxuyuruqmu? Oxuyuruq. Deməli, oxunuşu, tilavəti qalıb. Amma hökmünə əməl edirik? Etmirik. Buna deyirlər hökmün ləvhi. Bir də var tilavətin ləvhi. Tilavətin ləvhi odur ki, ayənin əksinə hökmü qalıb, oxunuşu qaldırılır. Bu gün yoxdur Qur'anda həmin ayə. Bütün bunlar Peyğəmbər sallallahu aleyhi ve sellem sağlığında olurdu. Sağlığında olurdu. Məsələn, Səhih Müslimdən bir hədis deyir. Ayşə anamızın azadlı köləsi Yunus rahmeullah deyir ki, Ayşə anamız mənə Qur'anı yazdırtdırırdı. Ayələri mənə deyirdi, mən yazırdım. Özü üçün musaf yazırdım. Və gəldi çatdı bu ayəyə. Hafizu aləs-salavati və-salatil vusta və qumu lillahi qanitin. Namazları və xüsusən də orta namazı qoruyun. Hafizu aləs-salavati və-salatil vusta. Ayə belədir. Yunus deyir ki, Ayşə bu ayəni mənə belə yazdırdı. Dedi ki, yaz. Hafizu aləs-salavat və-salatil vusta və-salatul asr və qumu lillahi qanitin. Bugün Quranda və-salatul asr ziyadəsi yoxdur. Biri deyə bilər ki, onda elə çıxır ki, Quran təhrif mi edilib? Yox. Elə həmin Səhih Müslimdə ondan sonraki hədis bu hədisi açıqlayır. Və hədisdə başqa sahabədən nəql edilir ki, bu ayə Peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığında ona bu cür nazil olmuşdu. Birinci, Hafizu aləs-salavat və-salatul vusta və-salatul asr və qumu lillahi qanitin. Sahabə deyir, biz bu ayəni bu cür əzbərlədik, Allah Rasulunu oxuduq, o bizdən bu qirayətlə razı qaldı. Və sonra vaxt keçdi, Allah Azza və Cəllə bu qirayəti bizə unutturdu və bunun əvəzinə bu ayəni nazil etdi. Hafizu aləs-salavat və-salatul vusta və-salatul asr etdi. Amma hökm qalır, çünki salatul vusta ilə salatul asrdır. Amma qirayəti nə edilib? Ləğv edilib. Ayşə anamız isə tilavətin nəsx olunsa da həmin ayəni müshafına yazmışdı ya yox? Yazmışdı. Niyə yazmışdı? İki ehtimal var. Ya ola bilsin tilavətinin nəsx olunduğunu bilməyib, ya da tilavətinin nəsx olunduğunu bilib, fəqət və-salatul asr ziyadəsini də yazıb ki, təfsir yönündən. Niyə? Çünki tilavəti nəsx olan ayənin oxunuşu qadağan edilsə də hökmü qalır. Fayda üçün. Hər bir halda məqsəd nədir? Sözümün canı. Sahabələrin əlindəki özlərinə xas müshaflərdə bu cür şeylər var idi. Bu onu bilməyəni çaşdırırdı. İxtilaflar düşürdü araya. Və Huzeyfə gəlir Osmanın yanına və deyir ki, bu ixtilafı həll elə. Və o da hər kəsi bir ləhcə üzərində. Yəni, burada problem iki dənədir. Bir problem ləhcə problemidir, bir də müəyyən sahabələrin əlində olan müshaflərin problemi. Bu iki problemi də həll edir. Necə? Zeyd ibn Sabiti və ondan əlavə 3 dənə sahabəni yığır, bir şura təyin edir və başçı olaraq Zeyd ibn Sabiti qoyur, yazı işini ona tapşırır və müəyyən şərtlər ilə deyir ki, və Hafsadan da o Quran nüsxələrini götürür və sonra da deyir, kimin yanında nə müshaflər var və sinəsində Qurandan nələr var gəlsin və bir müshafda Quran toplayırlar. Belə göstərirəm, ona görə ki, o vaxtı müshaf belə olmayıb, eyni olur. Bir müshafda Quran toplayırlar. Və toplayandan sonra bir ləhcə, o da Qureyşin ləhcəsində. Bugünkü Quran Qureyşin ləhcəsində yazılır. Qureyşin ləhcəsində toplanır və sahabələrin əlində olan müshaflər götürülür, hamısı yandırılır. Hətta İbn Məsud incigir. Və təbii ki, İbn Məsudun inciməsi o icmaya
xələl vermir. Hətta Əli ibn Əbi Talib deyir ki, və bunu Əlidən İbn Əbi Dünya Kitab-ül Məsahifdə rəvayət edir sənədlə, Əli deyir ki, vallahi Osman o musafləri ki etdi, nə ki etdi musafləri ki yandırdı, onu bizim məşvərətimizlə etdi. Yəni biz o məsələdə icma etmişik. Müxalif olan İbn Məsud olmuşdu. Ki, niyə əlimdən musafı aldılar, niyə musafımı yandırdılar, təfsirlər yazmışdı orada. Amma Osman baxmadı bir sahabənin şəxsi rəyinə. Əli ilə, başqa sahabələrlə məşvərətlədi, hamısı dedilər ki, olmalıdır. Ki, ümmətlərin başına gələn müsibət bu ümmətin başına gəlməsin. Və Osman radiyallahu anhunun zamanında da o cür çap edilir, yəni mushaf yazılır və 5 dənə də əlavə yazılır, bölgələrə göndərilir. Və sonra da bu Qur'an, Osmanın mushafi 10 qirayət ilə bizə gəlib çatır. Bugün Qur'an 10 qirayət ilə oxunur. Və nə üçün 10 qirayət? Çünki o vaxt Qur'an yazılanda hərəkələr yox idi, hərflər idi. Məsələn, tutaq ki, mim, ləm, kəf, məlik yevmiddin. Orada uzatma hərəkə yoxdur. Mim, ləm, kəf, bu cür yazılırdı. Nəinki o vaxt, elə indi də ərəb kitablarında bu Qur'andadır, əcəmilər üçün, qeyri-ərəblər üçün yazılır hərəkələr. Adi şəhəri kitablarda hərəkə zat yoxdur. Hələ bu gündə. Ərəb hərəkə qoymur kitablara. Qaldı ki, o vaxt. O vaxt ümumiyyətlə hərəkə zat yox idi ərəbində. Sonradan çıxdı. Mim, ləm, kəf, 3 hərfdir. Bəzi sahabələr belə oxuyurdu. Məlik yevmiddin. Mimin üstündə uzatma ilə. Bəziləri mimin üstündə fəthə ilə. Məlik yevmiddin. Hər ikisi də səhihdir. Və ya məsələn, bəziləri oxuyurdu وَلَمْ يَكُلْ لَهُ كُفُوًا أَحَدٍ. Bəziləri oxuyurdu وَلَمْ يَكُلْ لَهُ كُفُوًا أَحَدٍ. Bəziləri oxuyurdu وَلَمْ يَكُلْ لَهُ كُفْءًا أَحَدٍ. Bəziləri oxuyurdu وَلَمْ يَكُلْ لَهُ كُفُوًا أَحَدٍ. Tez, كُفُوًا أَحَدٍ. Fəqət yazı olsaydı mən sizə göstərərdim. Orada hərf heç nə dəyişmir. Hərəkəsiz yazanda hamısı eynidir. Qirayətlər fərqlidir. Və məsələn, bəzi qirayətlərdə gəlir ki, və o vaxtı ayələrin rəqəmləri də yox idi. Ki, Qul huvallahu əhəd, 1, Allahu səməd, 2, belə şey yox idi. Bəs hardan bilirdilər bunu? Qur'an bunu yadda saxlayır. Qur'an bu ümmətə kitab şəklində çatmayıb. Qur'an sinələrdən sinələrə keçib. Qur'an hifzlərdən hifzlərə keçib. O mushaf simvolik bir şeydir. O mushaf məhv olsaydı Qur'an məhv olmayacaqdı. Qur'anı Peyğəmbər sallallahu aleyhi və səlləmin dilindən əzbər götürən sahabələr öz övladlarına əzbər öyrətirdi. Kitabsız, dildən. Ona görə orada ayə azad, biri belə oxuyurdu İxlası. Qul huvallahu əhəd, Allahu saməd, ləm yəlid. Ayrı ayə. Və ləm yuləd. Və ləm yekullahu kufuvan əhəd. Bu 5 ayəni oxuyurdu. Heç nə dəyişmir. Fəqət ləm yəlid və ləm yuləd. Bugün bu qirayətlər hamısı qalıb. Və bugün sual verilə bilər ki, o şəzərələr itibmi, itməyib? Bugün dünyada yer üzərində, fikir verin, bugün yer üzərində minlərlə Qur'an hafızı var, şəcərəsi Peyğəmbər sallallahu aleyhi və səlləməcər çatır. Peyğəmbər sallallahu aleyhi və səlləm, məsələn, bu Qur'anı hafiz olub filan şeyxin dilindən, o şeyx öz şeyxindən, hamısında adları var. O da gedib çatıb İmam Asimə, Hafsa, Hafs Asimdən, o Abdurrahman Əs-Süləmədən, o tabiin var, adı yadından çıxıb, ondan, o da 5 sahabədən götürüb, Əlidən, Osmandan, Ubeyddən, Zeyddən, İbn Məsuddan, o 5-i də Allah Rəsulundan. O Cəbraildən, o da Rəbbindən. Sənəd indiyənəcən də gəlir. Və bütün Qur'anın sənədləri əhl-sünnədədir. Və Qur'anın 10 qirayəti ki var, o qirayət imamları ki var, İbn Amr, Abu Amr, Həmzə, İbn Kəsir, təfsirçi İbn Kəsir deyil, başqasıdır. Var, Qalun, Asim və qeyriləri hamısı əhl-sünnədir. Yəni, Qur'an bizi əhl-sünnə vasitəsilə çatıb. Və bugün Qur'anın sənədləri bizdədir, əhl-sünnə yolu ilə. Yəni, xulası biz demək istəyirik ki, dinin əslini bizə nəql edənlər sələf salihindir.
Bidət əhlinin əlində bir dənə də sənəd yoxdur Quran qiraətinə dair. Çünki onlar heç vaxt Qurana əhəmiyyət verməyiblər. Və bu Qurandır, hansı ki bizə bu cür çatıb. Və Uca Allah buyurur ki, İnnə ənzəlnəhu fi leylətil qadir. Biz Quranı Qədr gecəsində nazil etdik və bildik ki, bu nazil olma iki növdür. Və sonra Uca Allah buyurur ki, وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ Sən nə biləsən ki, Qədr gecəsi nədir? Və Leylətul Qadr, yəni bu Qədr gecəsi iki mənası var. Birinci mənası Mücahiddən, İbn Abbasın tələbəsi Mücahiddən gəlir, təfsirçi Mücahid Rahməullahdan. Buyurur ki, Leylətul Qadr, yəni Leylətul Hukum, Leylətul Taqdir, yəni hökm gecəsi. Taleylərin təqdir edildiyi gecə. Və bu həqiqətdir, çünki Qədr gecəsində illik qədər lövh məhfuzdan ayrılır. İllik qədər lövh məhfuzdan ayrılır. Qədr gecəsində təyin edilir. Bu il kim həccə gedəcək, kimlər doğulacaq, kimlər öləcək, insanların ruhları. Bunu da Duxan surəsindəki 3-cü ayə, 4-cü ayə açıqlayır. Uca Allah buyurur ki, İnnə ənzəlnəhu fi leylətin mübarəkə. Biz Qur'anı mübarək bir gecədə nazil etdiyi, hansı ki o gecədə işlər ayırt edilir. Və əslində Qədr surəsində də var. Tənəzzəlül mələikətü və ruh bi idni rabbihim min kulli əmr. Hər biri iş üçün nazil olarlar. Və o gecədə bu işlər ayırt edilir. Ona görə Mücahid deyir ki, Leylətul Qadr, Qədr gecəsi, yəni Leylətul Taqdir, Leylətul Hukum. Və başqa mənası da Leylətul Qadr, yəni Qədr gecəsi, yəni qədri, qiyməti, şanı, əzəməti uca olan gecə. Və sonra Uca Allah buyurur ki, Leylətul Qadr xayrun min əlfi şəhr. Bu gecə 1000 aydan daha xeyirlidir. Və 1000 aydan daha xeyirlidir və bu Allah Azza və Cəllənin bu ümmətə bəxş etdiyi nemətdir. Əvvəlki ümmətlərə biz dönüb baxsaq, 1000 il, 1500 il, 2000 il yaşayanlar var idi. Tək Qur'andan bu dəlil kifayətdir. Əlfə sənətin illə 50 əmə. Nuh aleyhissalam barəsindəki o 1000 ildən 50 il az yaşadı. 50 il az. İndi orada 950 il bunun ömrü olub yoxsa dəvəti. Azı 950 ildir. Və o vaxt insanlar çox ibadət edirdi. Və necə İbn Kəsir Rəhməllah təfsirində buyurur ki, 1000 il neçə aya bərabərdir? 83 il, 4 ay. Təsəvvürlə ki, 10 Qədr gecəsini tutsan, 830 ildən artıqdır. 15 Qədr gecəsi Nuh aleyhissalamın ümmətini keçdi. Və Allah Azza və Cəllənin rəhmətidir bu ümmətə. Ki, bu ümmət ibadətlərində əvvəlki ümmətlərdən geri qalmasın. Nəyin sahəsində? Qədr gecəsinin sahəsində. Və fikir ver, təbii ki, burada Qədr gecəsi 1000 aydan daha xeyirlidir, yəni içində Qədr gecəsi olmayan 1000 aydan. Və həmçinin Qədr gecəsində edilən ibadətlər, edilən dualar, içində Qədr gecəsi olmayan 1000 ayda edilən ibadətlərdən də əfsəldir. Və hətta bəzi təfsirçilər deyir ki, buradakı 1000 ay Zülqarneyn əleyhissalam ilə Süleyman əleyhissalamın hakimiyyət dövrləridir. Süleyman əleyhissalam bəzi rəvayətlərdə gəlib ki, 500 il Zülqarneyn də 500 il hakimiyyətdə olub. Yəni tək Qədr gecəsi yer üzərində olan iki böyük sultanın hakimiyyətindən də əfsəldir. Və sonra Uca Allah buyurur ki, Tənəzzəlül mələikətü və ruh fiyhə bi-izni rabbihim min kulli əmr. Bu gecədə mələklər və ruh Allahın izni ilə enər hər bir iş üçün. Və burada ruh, bəzi alimlər qeyd edib ki, burada ruh rəhmət mənasındadır və doğrusunu Allah bilir, səyrəyə yaxın olan budur ki, bu Cəbraildir. Yəni, sanki bu gecə göy samasının qapısının açıldığı gecədir. Və başqa bir deyimlə, göy əhli ilə yer əhlinin qovuşduğu gecə. Hətta elə bir gecə ki, Cəbrail belə inir. Yəni, Cəbrail əleyhissalamın endiyi gecədir. Və mələklər belə enmir. Bəzi təfsirlərdə gəlir, enir elm məclislərinə, məscidlərə. O kəslər ki, bu gecədən istifadə edir.
Və fikir ver, sələmun hiyə həttə mətlə'il fəcr. Bu gecə dan yeri sökülənəcən salamatlıq içərisindədir. Fikir ver, Allah Azze və Cəllə bu gecəni necə vəsf edir. Bir ayədə buyurur ki, Leylətün mübarəkə. Fikir ver, bu gecə nə gecədir? Mübarək gecədir. Mübarək yəni nə? Yəni bərəkətli gecə. Və başqa ayədə buyurur, Leylətül qadir, qadir, yəni hökm gecəsi, təqdir gecəsi və başqa mənada qədir qiyməti uca olan gecə. Və sonra mələklərin nazil olduğu, hətta Cəbrailin nazil olduğu gecə və başqa ayədə işlərin ayırt edildiyi gecə və sonra sələmun hiyə, salamatlıq gecəsi. Ta ki, sübh çağınacan. Ona görə bəzən soruşulur ki, sahuracan oyaq qalıb, sən biraz ibadət edib yataq, bu sənin təqvava qalıb. Uca Allah buyurur ki, həttə mətlə'il fəcr. Yəni, Allah Azze və Cəllə buyurur ki, yəni, bu fürsət fəcrəcən. Nə istifadə etdin? Həttə mətlə'il fəcr. Aydındır. Və bu qısa təfsiri idi bu surənin. Düzdür, biraz mövzu uzundur. Və Ayşə anamızdan da rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, əgər mən bu gecəni bilsəm və bu gecəyə tuş gəlsəm, necə dua edeyim? Allah Resulü buyurur ki, de ki, Allahumma innəkə afuvun, Allahım sən bağışlayansan və tuhibbul affə fa'fu anni. Və bağışlamağı da sevənsən və məni bağışla. Və bu gecə hansı gecədir? Ramazanın son 10 günündədir. Və ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazanın son 10 gününü məscidlərdə etikaf edərdi. Və Uca Allah buyurur ki, وَلَعَاكِفُونَ فِي الْمَسَاجِدِ Məscidlərdə etikafda olduğunuz zaman. Və bu ibadət də Ramazana xas ibadətdir ki, yəni, sanki 10 gün dünyadan təcrid olunursan. Ona görə yaxşıdır ki, cüt tək demədən, yəni 10 günü ibadətlə keçirmək və gücün çatan qədər istifadə etmək. Düzdür, bəzi hədislərdə gəlib ki, son 10 günün tək gecələrində axtar. Amma buna yəni bel bağlayıb durma. Çünki elə hədislər var ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Qədir gecəsini 24-cü gecədə axtar. O isə cütdür. Və İmam Şafi rəhməllah oraydadır ki, bu 21-ci gecədir. Hətta bəzi sahabələr olub, Abdullah ibn Zübeyir kimi, 19-cu gecə deyib, heç son 10 günə götürməyib onu. Və təbii ki, bunlar heç biri konkret dəlilə dayanmır, sahabələrin ictihadıdır. Və Ubey ibn Ka'b buraya deyir ki, bu 27-ci gecədir. Və alimlərin əksəriyyəti buraydadır. İbn Ömərdən gələn rəvayətdə 23-cü gecədir. Və İbn Qeyyimlə soruşanda deyir 25-ci gecədir. Və təbii ki, bunlar hamısı ictihadlara dayanan şeylərdir. Yenə də deyirəm, Allah Rasulundan hədislər gəlib ki, bir neçə dənə. Ki, 24-cü gecədə axtar. Və bu cüddür, tək deyil. Ona görə nəyi var, istifadə eləmək lazımdır. Və əlamətlərindən Ubey ibn Ka'bdan gəlir ki, həmin günü, yəni həmin gecənin səhəri günəş doğanda şəfəqə olmur. Ağ olur, sarımtıl olur, şəfəqə olmur. Və həmin gecə tam açıq olur. Kənd yerlərində bu rahat bilinir. Və bir dəfə mən tutmuşam bunu. Və sonram əlaqə saxladım başqa qardaşlarla. Dedim, bəlkə mənə belə gəlir. Hamı dedi ki, həmin gecə idi. Kimə zəng elədim, hamı dedi, həmin gecə idi. Aydındır. Və son olaraq, Peyğəmbər sallallahu aleyhi və səlləm bu müjdəsinə, yəni nəsiyyətimi bitirirəm. Allah Resulü buyurur ki, kim Qədir gecəsini imanla və ihtisab ilə, imanla və onun savabını ummaq niyyəti ilə əhya edərsə, ibadətlə keçirərsə, غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِ Onun keçmiş bütün günahları bağışlanır. Və bu böyük müjdədir və insan gərək özünü bu cür fürsətdən məhrum etməsin. Və dua edirəm ki, Allah Azze və Cəllə bizi sabitləsin, doğrusun Allah.